Əgər menyunuzun vazgeçilməz tərəvəzi biberdirsə, bu salatı hazırlamağı şiddətlə tövsiyə edirəm. İnanılmaz dərəcədə çox dadlıdır. Görüntüsü də eyni zamanda. Əgər videomu izləyib bəyənsəz, videoya like atıb abunə olmağı unutmayın. İndi isə keçək hazırlanma qaydasına. 1 ədəd sarı biberdən istifadə etmişəm. Siz rəngli biberlər də əlavə edə bilərsiniz. Daha sonra kalbasanı və mozzarella pendirini sürkəzdən keçirib bir dəstə kişniş və şüyüdü xırda-xırda doğrayıb qarışıma əlavə edib üzərinə qarğıdalı əlavə etdim. Mayonez də əlavə edib bunları yaxşı-yaxşı qarışdırıram. Daha sonra isə görüntü vermək üçün bu cür şüyüddən və nardan istifadə etdim. Görüntüsü də çox gözəldir, dadı da eyni zamanda. Bu salat bayram süfrənizə, eyni zamanda qonaqlıq süfrələrinizə çox gözəl yaraşacaq. Fərqli dadları sevənlər mütləq şəkildə bu salatı hazırlamalıdır. Əminəm ki, çox bəyənəcəksiniz. Əgər videomu bura qədər izlədirsəz, əməyə xatir videoya like atıb, yorumlar qismində fikirlərinizi bildirə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik yeni videolarda görüşənədək.